Deməli, uşaq vaxtı dava eləyəndə uşaqlardan biri o birinin xoşuna gəlməyən hərəkət eləyirdisə, ziyançılıq törədirdisə və yaxud da özünü apara bilmirdisə, o birisi qayıdırdı ki, psixopatsan. Ən çox məşhur işlətdən sözlərdən biri də bu idi. Gəlin indi bir yerdə aydınlaşdıraq ki, bu dilimizdə sadələşmiş, əslində isə heç də sadə olmayan, əksinə qorxmağımız gərəkən bir durum olan psixopatlıq haqqında danışaq. Belə ki, ötən videoda asosialla antisosialın fərqini dedim. Bu videoda isə antisosialla psixopatın fərqini deyəcəm. Deməli, antisosiallar dedik ki, tez özündən çıxan, gürlayan, davakar, qayda, qanuna tabi olmayan tip insanlardır. Empatiyaları çox zəifdir, amma yenə də hardasa olsa var. Amma psixopatlar qorxulu tiplərdir. Bu insanlar empatiya yoxsunudur. Yəni bunların empatiyada iştirak edən beyin hissəsi funksiya göstərmir. Bu bilirsiniz nə deməkdir? Bu deməkdir ki, psixopatlar cinayətkardılar. Və psixopatlar törətdikləri əmələ görə qətiyyən peşmanlıq hiss eləmirlər. Onları həbsə atın, sonra çıxarın, məsələn cəzalarını çəksinlər, çıxsınlar yenə çölə. Bir cinayət yenə törədəcəklər, dəfələrlə törədəcəklər. Çünki bunlar algılamırlar, yanlış bir şey elədiklərini başa düşmürlər. Beyin zədəlidir, ya anadan gəlmə, ya da sonradan. Beynin məhz bu, deyək ki, ürək ağrıma duyğusu, insaf duyğuları, empatiya göstərmək, yazıq gəlmək bunlarda yoxdur. Amma psixopatlar çox ağıllı ola bilirlər. Ən azından antisosiallardan fərqli olaraq elədikləri işi planlı edirlər. Məsələn, antisosial bir insanın cinayət əməli törətməsi tamamilə onun belə impulsiv, idarə oluna bilməyən duyğularından qaynaqlanır. Yəni özünü idarə edə bilmir. Amma psixopat elə deyil. Psixopat öz işini incə-incə toxuyur. Şübhə çəkmir, diqqət çəkmir. Belə deyək ki, çox gözəl şəkildə törədəcəyi əməli planlayır. Və belə deyək, seri şəkildə, yəni seriya şəklində cinayətlər də törədə bilirlər bu insanlar. Ümumiyyətlə, psixopatlar çox qorxunc insanlardır. Və bu insanların qarşısındakı insanın acısını, əzabını hiss edəcək bir duyğuları yoxdur, hiss eləmirlər. Yəni siz özünüzü ha öldürün onun qabağında, ha yırtın ki, ay bəs sən belə elədin, bəs sən elədin, nə bilim filan kəsi belə incitdin, peşman kəsi belə incitdin. Nə qədər istəyirsiniz deyin, onlara gedib çatan bir şey yoxdur. Çünki onların beyni bu cəhətdən funksiya göstərmir. Digər cəhətdən çox ağıllıdırlar, yüz ölçüb bir biçirlər. Amma duyğu məsələsində bu insanlar yoxdur. Ona görə də psixopatlar çox qorxulu şəxsiyyət pozuntusuna sahib olan insanlardır. Hər birimizə bu tip insanlardan uzaq olmağı arzu edirəm və ayıq-sayıq olmağı da təbii ki öz yerində.